Dəlillərdən birinci ayələr Şuara surəsi 218 və 219-cu ayələr Allah Teala buyurur: "Ellezî yarâke hîne teqûm və teqallubeke fis-sâcidin." Allah səni namaza qalxdığın zaman və səcdə içərisində olanlarla birgə dolananda da görür. Yəni bir haldan başqa hala keçdiyin zaman da Allah Teala səni görür. Allah Teala bu ayədə Peyğəmbərinə sallallahu aleyhi və səlləmə xitab edir. Lakin bu xitab ümumi ümmətinə aiddir. Yəni Allah Teala namaza qalxan hər bir kəsi və namazda, qiyamda, rükuda və səcdədə olan hər bir kəsi görür. Dəlillərdən ikinci Hədid surəsi 4-cü ayədir. Allah Teala buyurur: "Və huve ma'akum eynema kuntum." Yəni siz harda olsanız, o sizinlə bərabərdir. Yəni Allah Teala yaratdıqları ilə bərabərdir, elmi ilə və özü isə ərşin üzərindədir. Və insanlar harada olsalar da, quruda, dənizdə, gecə və yaxud gündüz, evlərdə, səhralarda və bütün bunların hamısında Allah Teala onların hamısını görür və onların hamısının halını bilir, eşidir. Yəni Allah Teala sizin kəlamınızı eşidir və sizin yerinizi bilir, sirrinizi, gizlinizi və aşkarınızı bilir. Və burada bərabərlik deyildiyi zaman bunun təfsiri, izahı Allah Teala'nın yəni elmi ilə bərabər olmasıdır. Yəni zatı ilə yox. Necə ki bunun üzərində sələfin, bu ümmətin sələfi, yəni sahabələr, tabinlər və onların ardınca gedənlərin hər biri bu əqidə üzərindədirlər. Yəni Allah Teala ərşin üzərində və qullarını görməsi, bilməsi, eşitməsi ilə və qüdrəti ilə onlarla bərabərdir. Və bu da həmçinin bilməliyik ki, təvil, yəni yozma sayılmır. Bu ərəb dilinin gərəkdirdiyi mənalardandır. Hansı Qur'an da ərəb dilində nazil olmuşdur. Çünki mə'a sözü ərəb dilində bir şeyin başqa bir şeyə qarışıq olmasını, yəni bərabər deyildiyi zaman qarışıq olmasını gərəkdirmir. Və kim bundan başqasını iddia edərsə, artıq dilin vacib etmədiyi bir şeyi iddia etmiş olur və yaxud dilin vacib etmədiyini vacib etmiş olur. Və həmçinin insan Allah Teala'nın yaratdığı, hansı ki fitrət üzərində yaratmışdır, ona qarşı çıxmış olur. Və belə baxanda ay göydədir. Amma yəni yolçu yol gedərkən və başqası ilə də bərabərdir. Yəni ay göydə olması ilə yanaşı səninlə bərabərdir. Mə'a sözü Qur'anda, yəni bərabərlik sözü Qur'anda gəlmişdir. Ümumi və xüsusi mənada. Ümumi olaraq Allah Teala Hədid surəsində buyurur: "Ya'lemu ma yelicu fil ardı və ma yaxrucu minha və ma yenzilu minəs-semai və ma ya'rucu fiha və huve ma'akum eynema kuntum vallahu bima ta'malun basir." Yerə girən, yerdən çıxan, göydən nazil olan və göyə qalxan hər bir şeyi Allah Teala bilir və siz harada olsanız o sizinlə bərabərdir. Və həmçinin xüsusi bərabərliyi isə Nəhl surəsi 128-ci ayədə Allah Teala buyurur: "İnnallaha ma'allezînettaqav vellezînehum muhsinun." Allah Teala günahlardan çəkinib təqvalı olan və muhsinlərlə bərabərdir. Əgər buradakı mə'a sözünün mənası, yəni o bərabərlik sözünün mənası, yəni zatı ilə olsaydı, yəni hər yerdən, necə ki bəziləri deyir ki, Allah Teala hər yerdədir, bəzilərinin iddia etdiyi kimi olsaydı, onda burada ziddiyyət yaranardı. Yəni xüsusi və ümumi arasında ziddiyyət yaranardı və Allahın kəlamı da ziddiyyətdən uzaqdır. Və buna görə də yəni mə'a sözü yerinə görə
onun mənası vardır. Yəni Allah Teala yaratdıkları ilə bərabərdir, elmi ilə, qüdrəti ilə, görməsi ilə və həmçinin bərabərlik ayələri, hansı ki ümumi bərabərliyi Allah Teala'nın ümumi bərabərliyi haqqında gələn ayələr elmlə başlayıb və elmlə də bitmişdir. Yəni Allah Teala bilir və həmçinin ayənin axırında da bilir. Yəni bildirir ki, Allah Teala'nın bərabərliyi bilməsi ilə, görməsi ilə, eşitməsi ilə hamı ilə bərabərdir. Amma Allah Teala zatı ilə ərşin üzərindədir. Vallahu ma'al mu'minina bihifzihi. Və o ki qaldı xüsusi bərabərlik. Xüsusi bərabərlik bundan nəzərdə tutulan Allah Teala'nın qoruması ilə, dəstəkləməsi ilə və doğruya yönətməsi ilə, yardım etməsi ilə mömin qulları ilə bərabərdir. Yəni xüsusi bərabərlik Allah Teala'nın yardımını gərəkdirir. Yəni nə vaxt ki ayələrdə gəlir ki, Allah Teala mömin bəndələri ilə, müttəqilərlə, muhsinlərlə bərabərdir. Yəni bu ümumi bərabərlikdən fərqli olaraq, yəni Allah Teala o qullarını dardan, çətinlikdən çıxardır və onlara yardım edir, onları xeyrə müvəffəq edir. Və artıq bununla yəni mə'a sözünün mənası yəni bəlli olur.